Amerika Birləşmiş Ştatları orduda yeni müdafiə sistemi tətbiq edəcək. Bu Golden Dome, yəni Qızıl Günbəz adlı raket sistemi ilə daha da təhlükəsiz olacaq. Sözügedən layihə barədə rəsmi məlumatı Prezident Donald Trump West Point Hərbi Akademiyasının məzuniyyət mərasimində şəxsən özü bəyan edib. O, Qızıl Günbəzin təhlükəsiz və sülh dolu gələcək üçün atılmış addım olduğunu bildirib. Sistem kosmosda yerləşdiriləcək. O, ABŞ ərazisini əhatə edəcək şəkildə quraşdırılacaq. Düşmən raketlərini havada məhv etməyə hədəfləyəcək. Ümumi dəyəri isə 175 milyard dollar təşkil edəcək. Layihə 2029-cu ilə qədər tam fəaliyyətə keçəcək. Lakin bir çox ekspert layihənin texniki baxımdan çətinliklərlə üzləşəcəyini düşünür. Bundan əlavə, belə sistemin tətbiqi nüvə balansını poza bilər. Həmçinin Çin və Rusiya kimi ölkələrin raket arsenalını artırmasına səbəb olar. Hazırda Birləşmiş Ştatlar ordusunda tətbiq olunan DEI proqramı müdafiəyə yad və zəifdir. Ağ Ev rəhbəri belə qənaətdədir və onların ləğv edilməsinin tərəfdarıdır. Bizim ordumuzun vəzifəsi düşməni məğlub etməkdir. Gender seminarları keçirmək və ya xarici mədəniyyətləri dəyişdirmək deyil, deyə Trump vurğulayıb. Bu açıqlamadan sonra West Point daxilində bəzi tələbə təşkilatlarının fəaliyyətinə son verildiyi də məlum olub.